Əziz izləyicilər, istəyirəm ki, sizlərə Dədə Ələsgərin Yalvarıram rədifdə olan bir divanisini çatdırım. Onu da qeyd edim ki, bu divanini Sinəsi Dərya, Allah rəhmət eləsin, böyük ustadımız Aşıq Cahatdan öyrənmişəm. Ustad söhbət eləyirdi ki, bu divanini Dədə Ələsgər dünyasını dəyişən günü deyibdi, ölümündən bir neçə saat əvvəl. Sıdqı dillə sığınmışam, Sübhana yalvarıram. Məhəmmədə nazil olan Qurana yalvarıram. Məhzəb-ül İmam-ı Cəfər, Kəba-dır qibləm mənim. İlqarımda möhkəm durub, imana yalvarıram. Şəhadət parmağını götdü dəri Xeybəri. Çəkəndə Allah-ı Əkbər, qırdı min kafəri. Zəlillərin ümidvarı, memnunların sərvəri, Şahı Mərdan, Şiryazdan mən ona yalvarıram. Günümdə yetişdə ədalət şahım mənim. Gözüm yolda, könül qəmgin, artıbdı ahım mənim. İsmimdə Aşıq Ələsgər, çoxdur günahım mənim. Günahkar aparma məni, divana yalvarıram. Bir daha dahi ustad Dədə Ələsgərə Allah rəhmət eləsin. Sizlərə can sağlığı, əziz izləyicilər.